2026-2030-cu illər üçün dövlət turizm proqramı artıq təsdiqlənib. Proqramda rəqabət qabiliyyətli turizm məhsullarının yaradılması, regionların inkişafı, idarəetmə, brendinq və marketinq kimi istiqamətlər önə çəkilir. Bəs bu mexanizmlər Azərbaycan turizminin inkişafına nə dərəcədə təsir edəcək? Mövcud vəziyyəti və gözləntiləri iqtisadçı Natiq Cəfərli ilə müzakirə etdik. Azərbaycanda turizm sektorunda son illərdə müəyyən artım olsa da, son dövrlərdə turist axınının zəiflənməsini siz hansı iqtisadi səbəblərlə izah edərsiniz? Bu daha çox iqtisadi məsələlərdən daha çox bu alınan qərarlarla bağlıdır. Məsələn, quru sərhədlərin bağlı olmasının ciddi təsiri var. Aviabiletlərin baha olmasının ciddi təsiri var. Azərbaycanda turizm məhsulunun təqdimatında müəyyən, belə deyək də, çatışmayan cəhətlər var. Bütün bunlar Azərbaycana gələn turistlərin sayında azalmalara səbəb olub. Düzdür, indi ətrafımızda böyük gərginlik ocaqları da var. İstəyir Rusiya-Ukrayna müharibəsi, istəyir Körfəz müharibəsi, yəni İran-Amerika qarşı durması. Bunların da müəyyən təsirləri var, amma əsas məsələ təbii ki, Azərbaycanın özündən bəzi qərarların alınması ilə düzəldilməsi mümkün məsələlərdir. O cümlədən elə quru sərhədlərin açılması, müxtəlif avia şirkətlərin, əsasən də low-cost avia şirkətlərinin ölkəyə dəvət olunması, bütün bunlar ardı-ardına görülsə, mənə elə gəlir ki, bu turistlərin sayının artmasına ciddi müsbət təsir göstərər. Quru sərhədlərin bağlı qalması Azərbaycan turizm sektoruna konkret olaraq nə qədər iqtisadi zərər vurur? Bunun dəqiq rəqəmini tapmaq mümkün deyil. Yəni, necə hesaplayasan, hansı kriteriyalar, hansı indikatorlar götürəsən ki, hesaplayasan. İndi 19-cu illə müqayisə etmək olur. 19-cu il ən son quru sərhədlərin açıq olduğu idi. 20-ci ilin mart ayından bağlıdır. Bugünə qədər 6 ildən çoxdur. O dövrdə dediyim kimi Azərbaycan turizminin pik dövrünü yaşayır. Yəni, 2019-cu il bizim müasir tariximizdə turizmdə ən çox gəlir gətirən və ən çox da turist cəlb eləyən ildir. Say etibarilə də, xərclənən vəsait etibarilə də ölkənin qazancı nöqteyi nəzərindən. Yəni, bu məntiqlə çıxış eləsək, təbii ki, quru sərhədlərin bağlı olması Azərbaycana gələn turist sayının və xərclənən vəsaitin azalmasına səbəb olan əsas amillərdən biridir. Burada bir, belə deyək də, adi məntiq də var, nə mənada? İstər-istəməz bizdən asılı olmayan, olan səbəblərdən fərqi yoxdur. Gürcüstan bölgənin turizm mərkəzinə çevrilib. Yəni, ildə 7,5 milyon turist qəbul edir və Gürcüstanda əhalinin az qala 27%-i birbaşa və dolayı yolla turizm və xidmət sahəsində çalışır. Turizm və xidmət sahəsində çalışır. Yəni, indi regional lider olduğuna görə və yaxud da daha çox turist cəlb elədiyinə görə bundan biz istifadə edə bilərik. Bununla rəqabət aparmaqdansa, bundan istifadə eləmək mümkündür. Nə mənada? Məsələn, son zamanlar Ermənistanın rəqəmlərinə baxanda ciddi artım var turizm sayında. 19% keçən ilin eyni dövrünə nisbətən bu ilin ilk yarısında artım müşahidə olunub Ermənistanda. Bu o demək deyil ki, Ermənistanda, belə deyək də, birdən-birə çox yaxşı turizm sahəsi yaranıb, çox ucuz biletlər var, low-costlar uçur. Xeyr. Yəni, bunların hamısının da bağlı görüləcək işlər var. Sadəcə, onlar Gürcüstanla birgə işləməyə başladılar, Gürcüstandakı tur operatorlarla. Böyük qrup halında gələn turistlərin həm də Ermənistana səfərlərini təşkil etməyə başladılar. Yəni, müasir turist, Avropadan, Kanadadan, Amerikadan, Çindən, Yaponiyadan, yəni uzaq yerlərdən bir bölgəyə gələn turist bölgənin tamamını gəzmək istəyir də. Yəni, bu məntiqlidir. Yəni, Cənubi Qafqaz elə bir cəlb edici yer deyil ki, Roma deyil, Paris deyil ki, ora 5 dəfə səfər etmək istəyəsən. Bir turist bu dəfə bir dəfə gələndə bütün bölgəni gəzərək, bölgənin gəlməli, görməli yerlərini görərək, həyatında o, mən də Cənubi Qafqazda oldum deyə bir işarə qoymaq istəyir, belə obraz desək. Ona görə də Ermənistan Gürcüstandan istifadə edir, avtobuslarla turlar təşkil edir. Yaxındır orada bir neçə saata İrəvana, Göyçə gölünə və s. başqa yerlərə səfərlər təşkil olunur. Amma həmin turistləri biz Azərbaycana gətirə bilmirik. Çünki quru sərhəd bağlıdır deyə avtobusla gələ bilmirlər, avtomobillə gələ bilmirlər. Halbuki, mən xatırlayıram 19-cu ildə pik dövründə, Azərbaycandakı turizmin pik dövründə Şəki, Zaqatala, Balakən, Qax bölgəsi Gürcüstandan gələn turist qrupları ilə dolu idi, çox idi həddindən artıq. Əsasən də Şərqi Avropadan, Polşadan,
Macaristandan və s. başqa ölkələrdən gələn turist qrupları şəxsən özüm şahid olduğum mənzərələr də olub. Yəni bu nöqteyi nəzər, sırf praqmatik nöqteyi nəzərdən də baxanda doğrudan da quru sərhədlərin bağlı olması ən azından Gürcüstan üzərindən gələn turistlərin Azərbaycana da qəbul olunmasına maneçiliklər törədir. 2026-2030-cu illər üçün dövlət turizm proqramında yeni turizm məhsullarının yaradılması və regional inkişaf nəzərdə tutulur. Sizcə Azərbaycan hansı turizm növlərində real regional rəqabət üstünlüyü yarada bilər? Birincisi, proqramın özü yaxşı proqramdır. Mən onun bəzi tezisləri ilə tanış olmağa imkanım oldu. Yəni vaxt yetdikcə oxudum. Yəni istiqamətlər də, təsbit olunmuş problemlər də doğrudur. İndi onun həyata keçirilməsi üçün müəyyən, belə deyək də, addımların atılmasına ehtiyac var. Və mən düşünürəm ki, əslində turizm sahəsini prioritetlərin bölüb, sahələrə bölüb hansısa birinə önəm verməkdənsə, bütün sahələrin inkişafı ilə bağlı müəyyən addımların atılmasına ehtiyac var. Belə çox sadə dillə desək, hansı önə çıxar, çıxar. Hansı daha çox turist cəlb eləyər, eləyər. Yəni, dünyada elə bir nadir belə bir örnək tapmaq olar ki, məsələn, sırf bir turizm növü ilə önə çıxmağa çalışır ölkələr. Yəni, müxtəlif turizm növləri var. Məsələn, Türkiyəyə gedənlər həm tarixi üçün gedir, həm dəniz yeməkləri üçün, mətbəxi üçün gedir, həm hər şey daxil olan otellərin cəlbediciliyi üçün gedir, həm shopping üçün gedir, həm sağlıq turizmi var. Məsələn, saç əkimi və s. digər məsələlər Avropadan daha ucuzdur, Avropadan ora daha çox turist gəlir. Yəni, şərt deyil ki, bir istiqaməti götürəsən. Azərbaycanın regionlarının isə potensialı ekoturizm üçün çox əlverişlidir. Əsasən də işğaldan azad olunmuş bölgələrimizin gələcək ekoturizmin inkişafında məncə mühüm rol oynaya bilər. Sağlıq turizmi üçün əlverişlidir. Məsələn, Naftalan var, Kəlbəcərin isti suyu var və s. Bütün bunları tanıtmaq lazımdır. Cənub bölgəmizdə də belə yerlər var. Yəni, fərqi etməz. Turisti hansı sahə cəlb eləyir, etsin. Sadəcə infrastruktur və cəlb edici hekayələr ilə qurulmalıdır ki, istənilən turizmin əsas sahələri cəlb eləyə bilər. Gastronomiya da burada önəmlidir. Azərbaycan yeməkləri çox dadlıdır. Bizim meyvə tərəvəzimiz çox cəlb edicidir, orqanikdir. Yəni, bütün bunları məhsula çevirmək lazımdır. Cəlb edici məhsula çevirsək, təqdimatını yaxşı qursaq, məncə hər bir sahənin öz potensial turisti var Azərbaycanda. Azərbaycan turizminin inkişafında dövlətin rolu nə qədər olmalıdır? Ümumiyyətlə, iqtisadiyyatda dövlətin rolu nə qədər az olsa, bir o qədər yaxşıdır. Mən, belə deyim də, sağ mərkəzçi ideologiya iqtisadiyyata baxış daşıyıcısı olduğuma görə daha çox iqtisadiyyatın liberallaşmasının tərəfdar olduğum üçün belə düşünürəm. Amma bəlli dövlətin inkişaf periodları var ki, istər-istəməz dövlətin hansısa bir formada iştirakını məcbur eləyir. Məsələn, Amerika nə qədər liberal dövlət olsa da 29-32-ci illərdə böyük böhran zamanı, depressiya zamanı dövlətin iqtisadiyyata bir nəzəriyyəsini tətbiq etmədən o böhrandan çıxa bilməzdi. Yəni, bəlli şərtlər çərçivəsində təbii ki, dövlətin iştirakı vacibdir. Amma sırf turizmdən söhbət gedirsə, dövlət ədalətli hakim rolunda oynamalıdır ki, rəqabətli mühitə nəzarət eləsin, bir. İkincisi, kredit verən mərkəz rolunu oynamalıdır. Çünki bəzi turizm obyektlərinin tikintisi çox baha başa gəlir. Baha başa gəlir deyə vətəndaş öz vəsaitini ora xərcləməkdə, belə deyək də, çətinlik çəkir, xəssislik eləyir biraz da ki, bunu nə vaxt çıxardacaq, bu geri dönüşü nə vaxt olacaq, nə qədər qazanc gətirə, beynində müxtəlif suallar yaranır. Ona görə də dövlət bir investor kimi çıxış eləyə bilər. Üçüncüsü, dövlət infrastrukturun qurulmasına, yəni xarici turistlərin gəlməsinə və getməsinə asanlaşdıran bütün alətlər dövlətin əlindədir. Burada özəl sektor heç nə eləyə bilməz. Burada vizaların ləğvi bir çox ölkələrlə, o cümlədə məsələn Avropa Birliyi ölkələri ilə vizaların ləğv olunması, Amerika ilə, Kanada ilə vizaların ləğv olunması çox vacib məsələdir. Biz niyə saxlayırıq ki, o vizaları? Bizə nə verir o? Yəni, bu dövlətin əlindədir. Burada özəl sektor heç nə eləyə bilməz. Yəni, infrastrukturun qurulması deyəndə mən avtomobil və dəmir yolları şəbəkəsi, hava nəqliyyatı şəbəkəsinin genişləndirilməsini nəzərdə tuturam. Digər bir məsələ, Azərbaycanda, regionlarda çox keyfiyyətli tikilmiş hava limanları var. Amma hamısı boşdur demək olar ki. Bax, həmin hava limanlarının, əsasən də Qəbələdəki, Lənkərandakı hava limanlarının simvolik olaraq dövlətindir bu, dövlətin mülkiyyətidir. Simvolik bir ödənişlə xarici şirkətlərə uzun müddətli icarəyə vermək. Bu da
dövlətin əlində. Məsələn, Kutaisi hava limanı niyə birdən-birə regionun cazibə mərkəzi oldu bir neçə il bundan öncə, indiyənə qədər də davam edir. Çünki low-cost şirkətləri ora yığdılar və çox uzun müddətli, yeri gəlmişkən Türkiyə şirkətləri daha çox işlətmədə iştirak edirlər Kutaisidə, yerüstü və hava xidmətləri göstərərkən. Bu metoddan da istifadə etmək olar. Məsələn, Qəbələnin hava limanını bir Vizeyrə, Lənkəranın hava limanını Pegasusa, yəni kim istəyirsə, hansı low-cost şirkətlər maraq göstərirsə, simvolik ildə $1 da belə simvolik bir müqavilələrlə vermək olar. Niyə mən bunu simvolik müqavilə adlandırıram? Çünki o hava limanlarının saxlanmasına zaten dövlət büdcəsindən bugün də pul xərclənir. Milyonlarla pul xərclənir. Tək Lənkəran hava limanı səhv eləmirəmsə 3 milyon manata yaxın ildə onun kommunal xidmətlərinə, maaşına, təhlükəsizliyinə pul xərclənir. Dövlət elə buradan qənaət eləyəcək də, 3 milyonu xərcləməyəcək, özəl şirkət özü bütün təşkilat işlər görəcək. Yəni bu tipli məsələlər dövlətdən asılıdır. Yerdə qalan rəqabətli mühit və cəlbedici hekayələrin yaradılması ilə turistin daha çox cəlb olunmasına nail olmaq olar. Dövlət turizm proqramı başlatdıqda onun nə dərəcədə uğurlu olduğunu hansı göstəricilər əsasında qiymətləndirmək olar? Bu indikatorlar da məlumdur da. Elə özlərində də o indikatorlar o proqramda da qeyd olunub. Bu təbii ki, turist sayıdır, turistin xərclədiyi, il ərzində xərclədiyi vəsaitdir və turizm sektorunun daxili məhsulda tutduğu yerdir, roldur. Yəni bu bəlli indikatorlardır ki, bunları dəyişdirməyə də ehtiyac yoxdur. Çünki ölçülə biləndir. Ümumiyyətlə, istənilən dövlət proqramının ən vacib hissəsi onun ölçülə bilən olmasıdır. Məsələn, 30-cu ilə nə qalıb ki? Bir şey qalmayıb da, yəni. 30-cu ildə bu nailiyyətlər əldə olunursa, lap yaxşı. Və yaxşı olunmasa, bunun cavabdehliyini kim daşıyacaq? Olunmasa, harada səhv olunduğu ilə bağlı müəyyən belə deyək, araşdırmalar, müzakirələr olacaqmı? Yəni, bu da çox vacib məsələdir. Ölçülə bilən olmalıdır və bunun cavabdeh şəxsləri olmalıdır.